Herkese salam, kanalıma xoş gəlmisiniz. Xəbər verdiyimiz kimi müğənni Nadir Qafarzadənin ikinci nəvəsi dünyaya gəlib. Axşamazın məlumatına görə sənətçi nəvəsinin fotosunu paylaşıb. Şəkildə onun oğlu Əziz də yer alıb. Qeyd edək ki, Əziz oğul atası Nadir'in adını qoyub. Əziz ötən il ailə qurub. Sənətçinin böyük oğlu Loğman da ötən il ata olub. Həmin fotonu sizlərə təqdim edirik. Hər vaxtınız xeyir olsun. Cənub bölgəsinə gəlmişəm, məhz Lənkərana. Əvvəla mən Lənkəranlara təşəkkür edirəm qonaqpərvərliyinə görə. Sonra da ki, ana klipini gözləyiblər. Mahnı ilk gündən sevilir, hələ heç klipi yoxdur, radiolarda da yoxdur. Klipi də biz həvalə edirik Ravil müəllimə. O da məsləhət gördü ki, məhz Cənub bölgəsində Lənkəranda çəkək. Mən Azik müəllimə təşəkkür edirəm, sonra sənin qaynanana təşəkkür edirəm. Tarix müəlliməsi. Sonra bir yerdə də gedəcək, bir evə də gedəcəyik. Ona da təşəkkür edirəm. Sonra da yenə gedəcək bir evə. 4-5 evi gezmişik. Hər yerdə bizi qonaq saxlamaq istəyirlər. Bu xalq belədir də, bu talişlər belədir də. Onlar ürəyini verirlər insana. Adam bilmir onlarca təşəkkür eləsin. Klipi gözləyir. Neçə vaxtda söz verirsən? 3 gün. 3 günə montaj eləyəcək. Klip deməzdim, mini filmdir. Baxın. Orada ağlamalı momentlər də var. Gülməli yoxdur. Mütləq dəsmallarımızı hazırlayın.